Deməli, soliter iki cür olur. Bir öküz soliteri, bir donuz soliteri. Balıq soliteri də olur. Balıq əgər əti çox bişməyəndə balıq soliterləri insan bədəninə keçə bilir. Dana əti də əgər az bişibsə, bu da bizim bədənimizə keçə bilir. Soliter müalicəsi çox çətin müalicə olunur. Dərman bitkiləri və kimyəvi dərmanlarla müalicə birlikdə aparılmalıdır. Deməli, alırsınız, böyüklərdirsə 400 mq albendazol alırsınız. Bundan həftədə 2 dənəsini içirsiniz. Bu bir yemək vaxtı. Elə 2 tablet keçdiniz, bəs eləyir. Və dərman bitkilərindən alırsınız. Deməli, 50 qram alırsınız, hit və yaxud da hiltit. Bəzi hiltit də deyirlər, hit də deyirlər. Hiltit alırsınız 50 qram. 50 qram alırsınız sarımsağın tozunu, bax bu İran dükanlarında zadında olur. 50 qram bura qarışdırırsınız dağ tərxununun tozunu. 20 qram bura qarışdırırsınız zəncəfil və 300 qram bura qarışdırırsınız balqabaq tumunun tozunu. Bunların hamısını bir-birinə qarışdırırsınız. Qarışıqdan gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 çay qaşığı ağzı atıb, üstdən 1 stəkan su içirsiniz. Bu tam qutarana qədər. Müalicə müddətində mütləqdir ki, şirin şeylər qəti istifadə eləmək olmaz. Çox yağlı yeməklər yemək olmaz. Belə deyək ki, yavan yeməklər yeməlisiniz və bitkilər tam qutarana qədər müalicəni davam etməlisiniz inşallah. Ondan sonra qutarandan sonra gedin bir dənə yoxlatdırın, baxın inşallah.